Özbəkistan mətbəxi haqqında axırıncı videomuzdur. Bu da çaydır. Gələndən çay içirəm mən burada. Çay çaynikdə gəlir. Yanında da balaca kasa deyirik biz buna. Həm də burada piyalə deyirlər. Çay deməli yaşıl ya da qara olur. Adətən meyvəli ya da ləzzətli belə içərisində aroma verəsi əlavələr də olur. Bir dənə özəlliyi var ki, əgər limonlu çaydısa şirin olaraq gəlir. Mən də elə gəldiyim gündən qara, limonlu, şirin, içinə yəni şəkər töküb qarışdırırlar. Elə çay içirəm. Kasa axırı kimi doldurulmur heç vaxt, biraz yarı kimi doldurulur. Bu hörmət əlaməti və s. belə şeylər oxumuşdum. Çayın yanında şirniyyat gəlmir. Bizdəki kimi şirniyyatdır, peçenyedir, mürəbbədir, elə şeylər olmur heç nə. Ancaq dediyim kimi, əgər limonludursa içində şəkər var, yoxsa içində yoxdur. Piyalə şəkidə də balaca kasaya piyalə deyirlər. Getsəz bir restorana tam pors girs istəsəz məsələn, sizə iri kasada gətirəcəklər. Desəz ki, mənə bir piyalə girs ver, biləcəklər ki, balacada və yarım porsdur. Ölkənin başqa haralarında bu balaca kasaya piyalə deyilirsə, aşağıdan yazın. Çünki yanılmıramsa Cənub bölgəsində də deyilir elə. Daşkənddə çay içirik.